2026-cı ilin model suallarından belə bir nümunəyə baxırıq. Hidroliz etməyən X duzunun suda doymuş məhlulun qızdırılması zamanı şəkildə göstərildiyi kimi suyun müəyyən miqdarı buxarlanmış, bu zaman duz çökməmişdir. Yəni məhlulda duz hələ də qalıbdır, ya heç bir dəyişiklik baş vermir duz tərkibi. Və daha sonra məhlul tədricən soyudulmuşdur. Bu duzun 25 dərəcə Selsi temperaturda həll olma əmsalını müəyyən edin. Baxırıq birinci şəkil üçün. Birinci şəkildə məhlul 450 qramdır, 25 dərəcədir. Tərkibində x qədər duz var. Birinci hal üçün baxırıq. Duz bərabərdir x-ə. Amma biz bilmirik suyumuz nə qədərdir. Su bərabərdir ümumi məhluldan, yəni 450-dən çıxacağın x-i. Bir dəqiqə. 450 minus x. İndi baxırıq ikinci hal üçün. Birinci halda 25 dərəcə idi, ikinci halda 80 dərəcə olur. Deməli, biz bunu tədricən isidirik, qızdırma prosesi gedir və müəyyən qədər kütlədə azalma baş veribdir. Başlıqda 450 idi, sonra olub 440. 10 qram azalma olur. Və şərtdə də deyir ki, bu zaman duz çökməmişdir. Yəni, demək istəyir ki, məhlulda duzun miqdarı dəyişmir. Yenə də duz x-dir ikinci halda. Duz yenə bərabərdir x-ə. Və suyumuz nəyə bərabər olacaq? 10 qram azalma var. Deməli, su da bərabər olacaq 440 minus x-ə. İndi baxırıq üçüncü halda. Üçüncü halda ikinci halda 80 idi. Üçüncü halda oldu 25 dərəcə. Deməli, burada yavaş-yavaş temperatur azalması baş verir. Yəni, məhlul soyudulur. Soyudulma nəticəsində yenə azalma baş veribdir. Və buxarlanma baş vermir burada. Soyudulur, buxarlanma baş vermir. Deməli, suyun kütləsi dəyişmir. Amma azalma var. Azalma nədir? Deməli, duzda azalma baş verir. Məhlulda duzun kütləsi azalıb, 20 qram duz azalıb, qalıbdır duz nə qədər? Başlanğıcda x idi, 20 qram azaldı oldu, x minus 20. Və suyumuz nə qədər olur? Su dəyişmir. İkinci halda suyumuz nə qədər idisə, üçüncü halda da su bərabər olacaq. Yenə 440 minus x-ə. Biz bilirik ki, baxın, birinci halda temperatur eynidir, üçüncü haldakı temperaturun. Birinci halda da doymuş məhluldur, üçüncü halda da doymuş məhluldur. Ona görə də duzun suya olan nisbəti, birinci haldakı olan duzun suya olan nisbəti, üçüncü haldakı duzun suya olan nisbətinə bərabər olmalıdır. Biz buradan tənik çıxardırıq. Birinci halda duz x-dir. X bölünsün. Suyumuz nə qədərdir? 450 minus x bərabər olacaq. Üçüncü haldakı buna. Duzun, yəni x minus 20-nin 440 minus x-ə olan nisbətinə. Bir də bunu sileyim. Buradan sileyim, bir də sədər yazaq. Deməli, nə oldu? X bölünsün 450 minus x bərabər olacaq. X minus 20 bölünsün 440 minus x. Buradan hesablama aparsaq, x-ə tapacağım 300. X bərabər olacaq 300. Bizdə şərtdən nə istəyir? Biz duzu tapmışıq. 300-dür. Başlanğıc halda duzumuz 300-dür məhlulda. Suyumuz nə qədərdir? 450 çıxılsın 300. Bərabər olacaq suda. Bərabər olacaq 450-dən 300-ün çıxsın 150 qram. Deməli, 150 qram suda 300 qram tam həll olur. Ümumiyyətlə, həll olma əmsalı nəyə bərabərdir? Həll olma əmsalı 1000 qram suda həll olan duzun miqdarıdır. Burada biz hesablamalar nəticəsini tapdıq ki, 150 qram suda 300 qram duz həll oldu. Bəs yaxşı, 1000 qram suda nə qədər duz həll olar bilmirəm. Burada x-i tapsam, x bərabər olacaq 2000. Bu qədər. Cavabımız oldu nə? 2000 deməlidir.